Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Artıq bugündən etibarən Dövlət İmtahan Mərkəzlərindən ixtisas seçimi üçün sistem açılacaq və ixtisas seçim prosesi 12 avqust tarixindən 19 avqust tarixindən davam edəcək. Bu videomuz sizlər üçün bir qeyd videosu olsun. Videonun aşağısı şərh bölməsində ixtisas seçimi prosesi ilə bağlı nə sualınız varsa ünvanlaya bilərsiniz. Qeyd edək ki, kanalımıza abunə olan və videolarımızı bəyənən abunəçilərimizin, abituriyentlərin və valideynlərin sualları ətraflı şəkildə cavablandırılacaq məhz şərh bölməsində. Eləcə də ixtisas seçim prosesi ilə bağlı bütün suallarınızı WhatsApp nömrəmizə də yazaraq qeyd edə bilərsiniz. 070 742 28 18 WhatsApp nömrəmizdir. Bu videomuzda sizlərlə birlikdə bugün ixtisas seçimi prosesi başladıqda sizlər üçün hansı jurnallar lazım olacaq, həmin jurnalların hər biri haqqında ətraflı məlumat verəcəm. Qeyd edək ki, kanalımıza abunə olaraq videolarımızı bəyənməyi, növbəti videolarımızdan anında xəbərdar olmaq üçün izləyici butonunu klikləməyi unutmayın. Hər birinizə ixtisas seçimi prosesində uğurlar arzu edirik. Deməli, ilk olaraq bizə lazımdır nə? Abituriyent 4 jurnalı. Abituriyent 4 jurnalının 2026 buraxılışı və tam PDF. Qeyd edək ki, bütün bu adını çəkəcəyim, bütün bu PDF-ləri 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla PDF şəklində əldə edə bilərsiniz. Eləcə də düzgün və peşəkar ixtisas seçimi üçün 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla qeydiyyatdan keçə bilərsiniz. Hər birinizə bu prosesdə uğurlar arzu edirik bir daha. Deməli, Abituriyent 4 jurnalı. Bizə ən çox sual verilən suallardan biri də odur ki, Abituriyent 4 jurnalının rus sektoru üçün olan buraxılışı yoxdurmu? Əziz abituriyentlər və valideynlər, qeyd edək ki, Abituriyent 4 jurnalı Azərbaycan rus bölümü və rus bölmələrinin abituriyentləri üçün nəzərdə tutulub, yəni sadəcə bir dildə, yəni Azərbaycan dilində dərc olunur. Yəni bu jurnalın rusca, rus dilində dərc olunmuş versiyası yoxdur. Və qeyd edək ki, Abituriyent 4 jurnalında universitetlər üzrə ixtisaslara ayrılmış plan yerləri və ixtisaslar üzrə formalaşmış ən son illik təhsil haqqı məbləğləri haqqında məlumat qeyd olunur. Belə sizə göstərək. Və çalışın ki, ixtisas seçimi edərkən diqqətli olun, işinizi peşəkar müəllimlərə etibar edin ki, siz sadəcə tələbə adını qazanmış yox, eləcə də ən sevdiyiniz ixtisas yoxmuş olasınız, seçdiyiniz ixtisas sizin maraqlarınıza uyğun olsun və oxuyacağınız o 4 il, bəzi ki, ixtisaslarda 5 il hədər getməsin, boşuna getməsin və gələcəkdə siz həm əmək bazarında layiqli bir mövqe tuta biləsiniz. Eləcə də deyək ki, doktorantura, magistratura müraciətlərini də asanlıqla verə bilərsiniz. Həmçinin əgər xaricdə təhsil, xaricdə əmək bazarında işləmə kimi imkanlarınız varsa, yəni gələcəkdə hansı ki olacaq, universitet bitirdikdən sonra sizdə yeni ideyalar, gələcəklə bağlı yeni perspektivlər formalaşacaq ki, onlardan biri ya Azərbaycanda magistr təhsil almaq, ya xaricdə magistr təhsil almaq, yaxud da Azərbaycanda tədris ingilisində bitirdiyiniz üçün daha yaxşı ingilis dilli sektorda işləmək, yaxud da xaricə gedərək orada ən prestijli ixtisaslar üzrə işləmək olacaq ki, siz xaricə gedəcəyiniz zaman sizin oxuduğunuz ixtisasın və universitetin xaricdə tanınması mühüm əhəmiyyət kəsb edir. Əks təqdirdə siz xaricdə yenidən magistr və yaxud doktorantur və yaxud bakalavr və yaxud kollec oxumalı olacaqsınız. Ona görə də sadəcə tələbə olun, nə olur olsun kimi ideyalara heç bir zaman yer verməyin. Əsas olan sizin seçəcəyiniz ixtisasın sizin bilik, bacarıq, qabiliyyətlərinizə, ən əsası gələcək üçün perspektiv imkanlara malik olmasıdır. Deməli, qeyd etdiyimiz kimi, Abituriyent 4 jurnalında 1-ci qrup, 2-ci, 3-cü, 4-cü, 5-ci qrup üzrə ixtisaslar üzrə formalaşmış illik təhsil haqqı məbləğləri və ayrılmış plan yerləri əyani və qiyabi olmaqla göstərilir. Və bu jurnalda həmçinin ixtisas kodları da qeyd olunubdur. Eləcə də sizə lazım olacaq nə? Keçid balları jurnalı, keçid balları jurnalının da PDF-i, yəni adını çəkdiyim bütün PDF-lər bizim bazamızda mövcuddur və hər birini 070 742 28 18 WhatsApp nömrəmizə yazaraq əldə edə bilərsiniz. Və eləcə də sizə lazım olacaq ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları. Yəni, məsələn, Bakı Dövlət Universitetinə nəzər yetiririk. İlk öncə fizika müəllimliyi ixtisası üzrə əyani əsaslarla, baxın, əyani olanlar əyanidir. Mötərizə içərisində yazılanlar DS-dir, yəni hansı ki, siz o ixtisasları seçdikdə dövlət sifarişi, yəni pulsuz dövlət hesabına təhsil almış olacaqsınız. Mötərizənin kənarda yazılmış ballar isə ödəniş əsaslarla qəbul üçün nəzərdə tutulub.
Məsələn, qeyd edək ki, keçən il fizika müəllimliyi üzrə Bakı Dövlət Universitetində əyani əsaslarla ödənişli keçid balı 348.1, DSS üzrə formalaşmış ən son keçid balı 365.4 olmuşdur. Bu belə. Bu jurnalda nə var? Qruplar üzrə, bütün qruplar üzrə, ixtisaslar üzrə formalaşmış ən son keçid balları var. Bu formada hər biri qeyd olunub əyani və qiyabi olmaqla. Bu belə, əziz abituriyentlər. Eləcə də sizə lazım olacaq, gəlin nə? Aha. Amma əgər siz rus sektorusunuzsa, sizə lazım olacaq rus sektoru üçün formalaşmış ballar jurnalı. Hansıdır bu? Abituriyent 2 jurnalının rus sektoru üçün olan buraxılışıdır. Və burada biz gedirik 95-ci səhifəyə. PDF 95-ci səhifədə, əgər sizdə jurnalın özü varsa 93-cü səhifə olacaq. 95-ci səhifədən başlayaraq rus sektoru üçün universitetlərdə ayrılmış əyani və qiyabi belə deyək, ödənişli və DSS üzrə keçid ballarını görəcəksiniz. Əgər siz rus sektorusunuzsa, qətiyyən Azərbaycan sektoru üçün olan ballara baxmırsınız, sadəcə rus sektoru üçün olan ballara baxırsınız. Niyə? Çünki siz bilməlisiniz ki, hansı ixtisasların rus sektorunda oxuma icazəniz var, hansı ballarla formalaşıb. Qeyd edək ki, rus sektorunda Azərbaycan sektoruna müqayisədə daha aşağı olur ballar. Ona görə əgər siz rus sektorusunuzsa, az sektorun ballarına baxmayın qətiyyən və siz rus sektorun keçid balları əsasında təhsil almalısınız. Məsələn, Bakinski Qastarstvenni Universiteti, yəni Bakı Dövlət Universitetində birinci qrup üzrə uçitel fiziki, yəni fizika müəllimliyi ixtisası üzrə. Baxın, o yazılanlar əyanidir. Hansı ixtisaslarda Q yazılıbsa, onlar qiyabidir. Yəni, bu formatda yazılıbsa, onlar qiyabidir. Və uçitel fiziki, yəni fizika müəllimliyi ixtisası üzrə əyani əsaslarla keçən formalaşmış keçid balı, ödənişli əsaslarla 200 bal, DSS 377.6 bal olmuşdur. Yəni, bu formada bütün ixtisaslarla buradan tanış ola bilərsiniz. Balları nələrdir və s. və ilaxır. Və əgər siz, deməli, biz danışdıq abituriyent 2 rus sektoru, keçid ballarından danışdıq, abituriyent 4-dən danışdıq və əgər siz subbakalavrsunuzsa, sizə lazım olacaq subbakalavr uyğunluq jurnalı. Bu nədir? Siz bir kollec ixtisasını bitirmişsiniz, ümumi ortalamanız var və siz bilməlisiniz ki, sizin bitirdiyiniz kollec ixtisası üzrə siz bakalavrda hansı ixtisaslar üzrə təhsil ala bilərsiniz. Yəni, bu demək deyil ki, siz məsələn deyək ki, kollecdə marketing bitirmişsinizsə, bütün universitetlər üzrə təhsil ala bilərsiniz ixtisaslarda. Xeyr. Siz əgər kollecdə marketing ixtisasını bitirmişsinizsə, siz sadəcə biznes yönümlü ixtisaslar üzrə təhsil ala biləcəksiniz. Məsələn, statistika deyək, maliyyə deyək, menecment, mühasibatlıq, dövlət və bələdiyyə idarəetməsi və s. kimi ixtisaslar üzrə təhsil almağınıza icazə var. Və bu belə deyək, bu məlumatlarla da siz mənə subbakalavr uyğunluq jurnalı 2026-2027 buraxılışı, yəni ən son buraxılışından məlumat əldə edə bilərsiniz ki, sizin ixtisasınıza, kollec ixtisasınıza uyğun olaraq bakalavrda hansı ixtisaslar üzrə seçimə buraxılacaqsınız. Və burada da baxın, bu formatda kodlarla, ixtisas kodlarına da diqqət edin, ixtisas kodlarla birlikdə qeyd olun. Burada ixtisas kodları sizin kollec ixtisasınızın kodlarıdır, aydındır. Və ona görə də diqqətli olun, ixtisas seçimi edərkən kodları qarışdırmamağınız. Önəmlidir, sıralamaya fikir verməyiniz, önəmlidir, balınıza uyğun ixtisas seçimi etməyiniz önəmlidir. Əgər sizin balınız 300 plus, 400 plus, 500 plusdursa, siz yaxşı olar ki, topladığınız bal civarında, yəni 10 bal aşağı, 10 bal yuxarı ixtisas seçimi edəsiniz ki, balların qalxması, enməsi yaxud stabil qalmasının sizə mənfi bir təsiri olmasın. Yəni, nə barədə siz əgər 500 toplayıbsınızsa 150 ballı ixtisaslar seçəsiniz və yaxud siz 500 toplayıbsınızsa 200 ballı ixtisaslar seçəsiniz. Əgər belə olacaqsa, bu yanlış ixtisas seçimi demək olacaq və siz aşağı bal toplamış abituriyentlərin kəsilməsinə səbəb olacaqsınız. Eləcə də aşağı bal toplayan abituriyentlərə məsləhətimiz odur ki, çalışın ki, ixtisas seçimi edərkən balınıza uyğun ixtisaslar seçəsiniz. Nə barədə balınızdan qat-qat yuxarı 50 bal, 100 bal, 150 bal yuxarı ixtisaslar yazasınız. Bu sizin belə deyək, boş bir ixtisas seçimi etməyiniz anlamına gəlir. Əgər sizin məqsədiniz qəbul olmaqdırsa, tələbə adını qazanmaqdırsa, perspektivli ixtisasları axtarırsınızsa, siz yaxşı olar ki, balınıza uyğun olan perspektivli ixtisasları sıralayasınız ki, qəbul şansınız yuxarı olsun. Yəni, qeyd etdiyim kimi 10 bal aşağı, 10 bal yuxarı və balınız civarı olsa, bu düzgün ixtisas seçimi olmuş olacaq.
Və bu da abituriyentlər üçün, daha doğrusu subbakalavrların ixtisas seçimi uyğunluğu üçün abituriyent jurnalıdır, xüsusi buraxılışdır. Əziz abituriyentlər, hər birinizə uğurlar arzu edirik. Bugünkü videomuz bu qədər. Qeyd etdiyimiz kimi bu videonun aşağısında şərh bölməsində ixtisas seçimi ilə bağlı nə suallarınız varsa ünvanlaya bilərsiniz. Bir daha qeyd edeyim ki, hansı abituriyent və valideynlər kanalımıza abunə olacaqsa, videomuzu bəyənəcəksə, o abituriyentlərin və valideynlərin sualları ətraflı şəkildə cavablandırılacaq. Çünki sizlərin dəstəyi bizim üçün çox önəmli və çox dəyərlidir. Və siz kanalımıza abunə olmaqla həm növbəti videomuzun anında xəbərdar olacaqsınız, həm də videolarımızdan daha çox abituriyent subbakalavr yararlanmış olacaq. Belə, hər birinizə uğurlar arzu edirik. Bugündən etibarən ixtisas seçimi başlayır. İnşallah ki, ədalətli və uğurlu bir seçim olar. Sağ olun, gəlin videolarda görüşmək ümidi ilə.